Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində 2 mərtəbəli evdə yanğın baş verib. Məlum olub ki, həmin fərdi yaşayış evində qanunsuz spirtli içki istehsalı ilə məşğul olublar. Mənzil tamamilə yanıb, ölən və xəsarət alan var. Hadisə bugün səhər saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsi Dalan 3-də yerləşən spirtli içkilərin istehsalı sexi kimi fəaliyyət göstərən 2 mərtəbədən ibarət bu evdə baş verib. Qeyd edeyim ki, hadisə nəticəsində evdə bir dənə belə olsun salamat əşya qalmayıb. Həmçinin içəridə xeyli sayda spirtli içki şüşələrinin olduğunu da müşahidə edirik. Qeyd edeyim ki, hadisə zamanı evdə olan 2 nəfərdən biri həyatını itirib, biri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə hadisəyə səbəb isə qaz sızması olub. Hadisə şahidlərinin sözlərinə görə yanğın anidən baş verib və qısa zaman ərzində genişlənib. Qeyd edək ki, yanğının baş verdiyi mənzil 2 gün imiş ki, kirayəyə götürülübmüş. Yanğın zamanı xəsarət alanlardan biri özünü pəncərədən atıb və qışqırmağa başlayıb. Arada gəlib gedirlər. Mən qaldıqlarını valla deyirəm, bu işıq yananda biz bilirik ki, burada adam var. Oradan düşüb bura gəlib, atlanıb. Uşaq gətirdi həyətə ki, nəysə yardım eləsin də. Dedim yardım deyəndə ki, yanağa neyləyə bilərsən də? Skoru dedi ki, skoru gəlir indi yoldan. Bunlar təzə köçüblər bura deyəsən 2 gündür. Bir gecə qalmışdılar. Oradan işıq gəlmirdi heç vaxtı. Gücdə alov çıxırdı. Sonra pajarni gəldi, söndürdü. Belə evdə heç kim qalmırdı. Mən çoxdan da orada yaşayan adam görmürdüm. 2-3 gündə dedilər ki, işıqları yanır. Təbibdən verilən məlumata görə 24 yaşlı Nihat Əşrəfova üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin 2-ci, 3-cü dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Elvin Məmmədov isə aldığı xəsarətlərdən həyatını itirib. Qeyd edək ki, yanğın söndürənlər tərəfindən ümumi sahəsi 200 kvadrat metr olan evdə baş verən yanğın tam söndürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən faktla bağlı araşdırma aparılır. Məhəmməd Hacızadə, Elvin Muradov, ATV Xəbər.